Nəğməli ömürlər. Bugünkü verilişimizdə Seyid Şuşinski barədə xatirələri, ilk Özbək Leyli və Məcnunu haqda söhbəti, kamançaçı İsmail Talışinskinin ifasını dinləyəcəksiniz. Seyid Şuşinskidən bizlərə köhnə qramofon valları qalıb. Ömrün ixtiyar çağında oxuduğu muğamlar qalıb. Onun haqqındakı şirin xatirələr qalıb. Bir də kiçik bir lent yazısı. Seyidin 1-2 dəqiqəlik söhbəti. Seyid bu bir parça lent yazısında ifaçılıqdan danışmır, sənət uğurlarından söhbət açmır, öz ilk müəllimini yad edir. Bizim ellərdə həmişə belə olub. Ustad sayğısı. Ustad hörməti ucalardan uca bilinib. Nəysə, Seyidi dinləyək. Mənim birinci müəllimim və məni xanəndəlik sənətinə həvəsləndirən məşhur Tuğli Aşıq Əlisan olmuşdur. Mən ilk dəfə Füzuli rayonunun Qoçəhmətli kəndində məşhur İnqilabçı Məmmədxanovun toyunda Aşıq Əlisanla birlikdə oxudum. Aşıq Əlisanın dəstəsi 9 nəfər idi. Oğlu Laləzər həm oxuyur və həm də çalırdı. 3 il onlarla birlikdə Araz sahillərində olan kəndlərdə, toy məclislərində çıxış etdim. Sonralar mənim sənət yoldaşım Balaoğlu Qrikor, Məşəd Cəmil Əmirov, Qurban Primov, Şirin Axundov, Məşəd Zeynal və hal-hazırda isə Bəhram Mansurov olmuşdur.
yaşadı hallar tanı. Bana yaşamadı muhalif sındırıp nakli tamam yar. Dolanam böyle cephakeş bagmanlar yar, yar Bizim hamımız üçün Seyit Şuşinski deyilən böyük bir Azərbaycan xanəndəsi var. Onun haqqında kitablar yazılıb, məqalələr yazılıb və bundan əlavə bizim hər birimiz üçün bir Seyit var. Seyit deyilən bir gözəl müğənni. Onun ifasına qulaq asırıq və içərimizdə, ürəyimizdə gözəl hisslər, gözəl duyğular yaranır. Bizim hamımızın Seyidimiz haqqında gözəl xatirələr qalıb. Bu xatirələrdə Seyid ömrünün damla-damla olmuş günləri, ayları yaşayır. Gəlin o xatirələri birgə dinləyək və düşünək. İndi nağla çevrilmiş bir səs. Azərbaycan teatrının zəhmətkeşlərindən mərhum aktyor Hacıağa Abbasov. 1912-ci ildə Hüseyn Ərəblinski ilə bərabər Tiflis şəhərinə artist Mirzəli Abbasovun benefisinə getmişdik. Tiflisdə Cəlil Məmmədquluzadə ilə görüşdük. Mirzə Cəlil bizi evinə qonaq dəvət etdi. O zaman Molla Nəsrəddin jurnalı Mirzə Cəlilin müdiriyyəti altında Tiflis şəhərində nəşr olunurdu. Söhbət əsnasında Mirzə Cəlil dedi: Hacı ağa, pulumuz az olduğuna görə 2 nüsxə jurnalımız çapxanada qalmışdı. Bu günlərdə Seyid Şuşinski jurnalların hər 2 nüsxəsinin xərcini verdikdən sonra dubara olaraq mənə 200 manat pul göndərdi. Mirzə Cəlil həqli idi. Seyid Şuşinski öz şəxsi mənfəətini güdən sənətkar olmamışdı. Azərbaycan mədəniyyətinin inkişafında onun xidmətləri unudulmazdır. Bahar oldu, gelen günler açıldı deste deste. Bahar oldu, gelen günler açıldı deste deste. Hazan oldu, kışa yanır, gelip bülbülden oynuşlar. Hazan oldu, kışa yanır, gelip bülbülden oynuşlar. Güzelim düştü gözlere bakıp gördüm acep günler. Güzelim düştü gözlere
düştü beşte. Sen, sen ben etmem dilemem, etsem düşerim dilden dilemem, etsem düşerim bana dilden dilemem. Çemene düşsem olarak gülden gülemem, düşsem olarak bana gülden gülemem. Sen gel kencelere yar ile gel. Sen gel kencelere yar ile gez. Göğsüm periyem göz ahileler. Göğsüm periyem bana yüz ahileler. Ömrün ixtiyar çağında oxumaq hər sənətkarın işi deyil. Onda da ki, Mənsuriyə kimi, Arazbarı kimi muğamlar ola. Belə bir sənət qeyri-adiliyi Seyid Şuşinski kimi böyük sənətkarlara xas xüsusiyyətlərdən idi. Həmin nadir lent yazılarının meydana çıxmasının səbəbkarı Respublikamızın xalq artisti Qocaman tarixçi Bəhrəm Mansurovdur. Günlərin bir günündə bizim evdə Fikrət Əmirov, Firidun Şuşinski əyləşib musiqidən söhbət edirdik. Bu dəmdə qapı döküldü, qapını açdım, gördüm ki, Seyid Şuşinski gəlib.
Dedim Fikrət müəllim, yaxşı oldu. Ağa da gəldi, çıxdı. Bir oxuturarıq bunu, qulaq asarıq. Qocalığının baxmayaraq sesi yerindədir. Bəlkə mümkün oldu, bunu yazaq lentə. Valla köçürdük lentləri. Dedim, yaxşı olardı. Elə bu dəmdə maqnitofonu qurduq. Mənim bir mahrindim vardı, çalırdım. Ağa qulaq asırdı ona. Birdən ağa o mahrindini zildən bərdaşt elədi, oxudu. Fikrət gördüm, baxır mənə ki, kişi bunun sesi hələ yerindədir ki. Dedim, bəli, yerindədir bunun sesi. Bunu yazmaq olar. Sonra mən Fikrət müəllimlə danışdım ki, ses yazma studiyasını mənə 4 saat verə bilsəydiniz, mən bunu eylişib yazardım. Belə oldu ki, sonra düzəltdilər onu, çağırdılar mənə ki, 4 saat sənin ixtiyarındadır ses yazma studiyası. Seyidi əvvəl karga oxuturmuşuq. Mənsuriyə ilə bərdaşt edib zildən. Sonra Arazbari Osmanlı, Herat Kabili. 65-ci ildəydi. 75 yaşı vardı o qocanın oxuyanda. İndi böyük bir yadigardır o qalıb indi. Köçürülmüş ekvivalentlərdə plastinkaya, vallarda satılır. Çox böyük bir məktəbdir bu xanəndələr içində. Bəhram müəllim, bir var mikrofon qarşısında dayanıb oxuya xanəndə, bir də var bu el şənliklərində oxuya. Bunlar əlbəttə ayrı-ayrı şeylərdir. O mənada ki, mikrofon qarşısında dayananda bir var, vaxt hüdudları var. Sonra mikrofonun özünün nəsə bir hardasa müğənniyə, ifaçiyə təsir edən, əgər belə deyilik mümkünsə, vahiməsi var. Amma el şənliyi belədir ki, toy düyün belədir ki, bir vaxt azadlığı var, biraz asudəlik var. Və o mənada xanəndənin oxumaq imkanları toy düyündə daha çox açılır və siz də Seyid Şuşinskini el şənliklərində az görməmişsiniz. O şənliklərlə bağlı xatirələr, yaddaşlar varmı? Vardı. 3 dənəsini deyə bilirəm. Birinci, Nərdaran kəndində bir şənlik toya getmişdik. Meclis quruldu, axşamdan çaldılar, çağırdılar. Xanəndə o vaxtda oynamaqla qutarandan sonra xanəndəni çağırırdılar. Xanəndə dəstgah oxuyurdu, bir dənə, 2 dənə. İndi nə qədər istəyirdilər. Bizi saat 10 idi gecə çağırdılar. Keçdik toyxanaya. Mahur zakası verdilər orada. Dedilər ki, ağa bizim üçün bir mahur olsun. Çoxul da adam vardı. Dedilər ki, heç kəs sesini çıxartmasın. Qulaq asacaq. Kim su içir, çay içir, neyli yığışırsın, papır çəkməyi də qoymadılar. Ağa başladı, nə başladı? Bu bir mahur oxudu, 1 saat 10 dəqiqə, orta mahur. Biz özümüz də mat qalmışdıq, çünki mən ağanı çox oxuturmuşdum. Amma bu mahuru eşitməmişdim onunla. Qutarandan sonra əlza çalındı burada, çox sağ ollar deyildi. Zurnəçi dəstəsi istədi çalsın, dedilər, yox, saxla. Əlan verdilər ki, 15 dağa fasilə veririk cəmaət. 15 dağdan sonra gənə bu mahuri ağadan təkrar istəyirik. Mən ürəyim qırıldı ki, bunu qoca kişidir, bu oxuyub, bunu bu düzəldi, bu cürə nəsə ola bilər, bu 2-ci mahur ola bilər. Özümlə danışırdım. Amma mən səhv eləmişdim. Ağa 2-ci mahuru başlayıb oxuyanını qutarandan sonra özümə mətə qaldım ki, pes bu nə siyah müğənnidir? O 1-ci mahuru ki oxuyurdu ucrə, təmiz batil oldu 1-ci mahur, 2-ci mahur gəldi, lab zirvədən də yuxarı gəldi yandı. 2-ci xatirə Kürdaxanı kəndində olub. O kənddə də onu çox istəyirdilər. Çünki orada biraz bu Füzuli ilə əlaqədar adamlar, savadlı adamlar çoxdur. Ağa da Füzulidən hatta oxuyanda onlara ləzzət edirdi. Gəldik orada, meclis qurulub, qutardı. Axşam bizi toyxanaya çağırdılar. Saat belə 10-dan biraz keçmişdi. Mən dedim, yağın biz yaddan çıxmışıq. Gəldik, eyləşdik. Əlan verdilər ki, cəmaat, kim bayra çıxacaq, papur çəkəcək, nə edirləsin, su içəcək, amma lazım deyiləsin. Qaldı ki, ağa başlayanda bir adam tərpənməyəcək. Xahiş ediblər, ağa çargah dəstgah olsun. Ağanın da ən sevdiyi şey elə çargahdır. Ağa bərdaşt elədi zildən, Mənsuriyə pərdəsindən bərdaşt edib başladı oxumağa. Bir 7 dəqiqə bərdaşt çəkdi bunun.
Gəldi düşdü mayada oxudu, müxalifi oxudu, həsarı oxudu. Nə deyim? 1 saat 15 dəqiqə bu çargahı əli oxudu ki, qutarandan sonra qoymadılar nə zurnəsini, nə də bizi çalıb oxumağa. Dedilər, cəmaət, bunun üstündən daha ayrı şey ləzzət eləməz. Bəsdir, bu çargah bizim qulağımızda qalsın. Bir də şəhərdə olub bu hadisə. Ağa idi, məndim, bir də ağanızı şivili. Kamat çalam. Dedilər, ağa, çoxdandır eşitmirik səni. Bizi qonaq ilə yenə bir Arazbari Osmanlı Rəhab dəstgahına. Ağa bir Arazbari müəllimdir, ağanı səhə oxuyurdu. Onu Osmanlısı, ürəyi deşir onun sesinin zil pərdələrdə oxumağı. Sonra da Rəhab. Bir saat yarıma yaxın bunları oxudu. Qutarandan sonra əl çaldılar, çox razılıqla elədilər. Dedilər, ağa, qavalı da yığışdır, da qoymayacaq, bunun üstündə heç də lazımdır bizə. Çox sağ ol, bu bizə kifayətdir. Amma xahiş edirik, Bakıya tez-tez gələsən, qulaq asaq, çoxdan gəlmirsən. Görüşür, geçsən, yenə 1 ildən sonra gələrsən. Bu bizə 1 il bəsləyib yoxdur. Çargah çok ağır məqamdır. Həm də oxuyan üçün ciddi imtihandır. Çargahı səsi yüksək depazona malik olmayan xanəndə
oxuya bilməz. Çargahın bəzəyi və qaymağı Mansuriyyədir. Böyük konsertlərdə və məclislərdə çargahı mayədən başlasan dinləyənlərə tez yorar. Bilirsən, buna görə də məclisi ələ almaq üçün xanəndə Mansuriyyədən başlamalıdır. Mansuriyyəsiz çargah isə günəşsiz torpağa bənzəyər. Çoğal ki dine dilim verip gelen aklı canını savr eder. Nece müşteriydi bu bineba
ki həmişə hey ziyana dönür dəldələdir. Dağdım ey dağdım ben Bugünkü Azərbaycan muğam ifaçılığının tanınmış ustadlarından biri Hacı Baba Hüseynov qonağımızdır. Onun Seyid haqqındakı xatirələrini, söhbətlərini dinləyək. Mənim Seyid Şuşinski haqqında söyləyəcəyim fikir mənim üçün çox çətinlik çəkirəm. Ona görə ki, Seyid Şuşinski yaş cəhətcə, sənət cəhətcə məndən böyükdür. Onun haqqında yaxşı olardı ki, sağ olaydı, gərək Cabbar Qaryağdıoğlu danışaydı, Ələsgər Abdullayov danışaydı, Zülfü Adgözəlov danışaydı, Xan Şuşinski danışaydı. İndi ki, mərhumdular, yoxdular. Mənim boynuma təklif gəldi ki, mən də bacardığım qədər onun haqqında fikir söyləyeyim. Əvvəli deməliyəm ki, mən Seyid Şuşinskinin, Zülfü Adgözəlovun hələ sazanda, xanəndə olmadığım vaxtdan onların azarkeşiyəm. Zülfünü çox görürdüm, gedirdim filarmoniyaya, bilet alırdım, yaxın rəddlərdə otururdum ki, Zülfüyə yaxşı-yaxşı qulaq asım, hətta onu yamsılayırdım. Amma Seyid Şuşinskini görməmişdim, eşitmişdim ki, yaxşı, gözəl oxuyandır, belədir. Bir gün afişalarda vuruldu ki, Seyid Şuşinski filarmoniyada rast dəstgahı oxuyacaq, Xan Şuşinski Bayat Şiraz oxuyacaq, Həqiqət Rızayeva Mahur Hindi oxuyacaq, ikinci hissəsində konsertin üçü bir yerdə Qarabağ şikəstəsi oxuyacaqlar. Mən çox maraqlandım, getdim, bir təhər bilet tapdım, üçüncü rəddə oturdum. Seyid Şuşinski onda Bakıda olmurdu, Qaragində olurdu. Gəldi, neysə qıssa eləyirəm, gəldi, oxudu Seyid, rast dəstgahı başladı. Mən hələ öz yaşıma görə oxuyanlarda hələnciyinə rast mən eşitməmişdim. Həddindən artıq gözəl. Sonra Xan Şuşinski gəldi, Bayat Şiraz oxudu, ondan sonra Həqiqət Rızayeva Mahur ifa elədi. İkinci hissəni səbirsizliklə gözləyirdim ki, görək bu Qarabağ şikəstəsi, onda da Avanesyan vardı, dirijor, ona biz İyanəsiyan deyirdik. Çox gözəl orkestri vardı, onun özü də gözəl də dirijordu. Neysə, Qarabağ şikəstəsi başlandı, İyanəsiyan əlini uzatdı Seyid Şuşinskiyə ki, növbə onun da başlasın. Seyid baxdı xana sarı, xan başladı öz növbəsində Qarabağ şikəstəsini oxudu. İkinci növbədə İyanəsiyan yenə əlini ona uzadanda baxdı Həqiqət Rızayeva oxudu. Üçüncü dəfədə Seyid Şuşinski bir cürə Qarabağ şikəstəsi oxudu. Nə xanın oxuduğuna bənzədi, nə Həqiqət Rızayevanın. Mənim gözümün qabağında olan işdir bu ki, orkestri bıraxdı İyanəsiyan, yüzürdü Seyid Şuşinskini qucaqladı, o üzündən bu üzündən öpdü, sonra gəldi, dayandı, o ilə də konsert qutardı. Mən birinci dəfə Seyidi belə görmüşəm. Ondan sonra ki, mən bu sənətə gələndən sonra, oxumağa həvəsim olandan sonra çalışırdım ki, Seyid Şuşinskidən, Zülfüdən çox eşidirdim, çox şeylər əxz eləmişdim, örgənmişdim. Amma Seyiddən yox. Çalışırdım ki, görəsən olar ki, adam bir yerə düşə oyla bir yaxından qulaq asam. Bu şey mənə qismət oldu, Şüvalan qəsəbəsində bir toy vardı, şənlik məclisi. Seyid Şuşinski oxuyurdu orada. Mən də taza başlamışdım oxumağa. Seyid Şuşinski oxudu, hər halda mən cavandım, o yaşlı adamdı. Məclisin axsaqqalı gəldi ki, Hacı Baba, səndən də oxumaq istəyirlər, mən çox utandım. Dedim, əşki mənim ki, ayıbdır, mən Seyid Şuşinskinin yanında oxuya bilmərəm, bildiyim də yadımdan çıxar. Gördüm, Seyid Şuşinski gülümsündü, əli ilə işarə elədi mənə ki, eybi yoxdur, oxuy. Mən öz bacardığım qədər oxudum, əlbət ki, cavandım, hələ indiki qədər bilmirdim. Mənim məqsədim oydu, Seyid oxusun, mən örgənim. Neysə, buradan qutardıq. Sonra bir alahim məclisdə mən bilmədim ki, Seyid Şuşinskini bura xanəndə görüblər. Mən də cavandım, oxuyurdum. Seyid Şuşinski gəldi məclisə girəndə boğazım qurudu ki, mən bilsəydim oxumazdım belə. Seyid Şuşinski deməklə qulaq asırmış bayırdan mənim oxumağıma. Mənim xəbərim olmayıb. Mən o muğamatda çox hissələr, güşələr var. Əlbət ki, burada hamısını saya bilmərəm, vaxtımız azdır. Mən Şaxətayı oxuyurdum.
Muhammadın içində bir belə güşə var, Şaxətayı. Ağa gördüm gülümsünür, Seyid Şuşinski gülümsünür. Çargah dillərini ağaya oxusun. Bu bir qəzəl oxudu. Üzüm tutdu mənə sarı, gördüm ki, nər kimi qızıb. Mən sonra başa düşdüm ki, əlbət mənim oxumağım bunun xoşuna gəlib ki, bu belə eləyir. Üzüm tutdu mənə sarı, necə bir öz həmtayı kimi, necə bir döyüşərlər, iki pəhlivan bir-birindən döyüşən kimi. Mən qalmışam mətər ki, axı mən buna tay deyiləm. Dedi ki, bir belə qəzəl vardı, oxuyurdu həmişə çargah bərdaşt eləyəndə ki, həqir sanma məni, məndə şan şöhrət var, sənin əlində əsir olmağımda illət var. Məhəbbət əhliyəm odur səbəb ki, heyranəm, məhəbbət olmasa da məndə qəribə halət var. Coşanda mənə kimsənə davam eləməz, qolumda qüvvə-i rüstəm, dizimdə taqət var. Mən çox belə sevindim ki, yaxşı oldu ki, bunu bu dedim. Mən də o dediyəcən tez elə tələsik bunlara yazıram ki, baş əlifbalar düşsün ki, sonra yadımdan çıxmasın. Belə görüşlərimiz olub. İndi sonra da Seyid Şuşinski ilə daha yaxından tanış olandan sonra çox söhbətlərimiz vardı. Bir gün bir qəzəl vermişdilər mənə, 3 beytdi, ikisi çatmırdı. Mən bunu oxuyurdum, deməyinə Seyid Şuşinski skameykanın o biri tərəfində oturmuş, qulaq asırmış. Dedi, elə deyil, onu sənə düz vermir. Dedim, düz vermirlər, düzət də. Dedi, axı olmaz. Dedim, olar. Dedi ki, açar bükər məni zülfün xəyalı namə kimi, yoxumdur təndə bəqa ehtimal şamə kimi. Cəmada bənziyirəm, yox tənimdə bir hərəkət, iburgaha atırlam bir əski camə kimi. Mücəssəm etdi xəyalımda sibi tək zənəxin, öpüb qucub onu mən ilərəm şəmamə kimi. Genə könül vuruldu ahı gözlü tərsayə, yığıbdı başına giysulərin əmamə kimi. Xəyalı vəslüvi tahir xəyala saldıqca, fəğana başlayır ol iki dilli xamə kimi. Onu deməliyəm ki, ən vacibi budur ki, mən öz yaşımda, bu sənətə gələndən sonra Seyid Şuşinski kimi düzgün xanəndə görməmişəm. Nə barədə düzgün? Xanəndələrdə belə şey olur, zil oxuyanlar maya orta oxuya bilmirlər, çətinlik çəkirlər. Maya oxuyanın, məsələn, biri də mənim kimi zilə sesi çatmayanlar da olur. Cürbəcür səslər var. Amma Seyid Şuşinski mayəsi, ortası, zili hamısı yerində. Dəf çalmağı mütləq xanəndəyə özünü müşahidə eləməkdən ötürü dəf çalmaq bilməlidir. Bu hər xanəndəyə qismət olmur. Seyid Şuşinski gözəl də dəf çalırdı. Ağzı, savadı, düz qəzəli də hamısını düz oxuyardı. Ona görə də mənim ona həmişə mühəbbətim çox olub. Rubrikalarımızdan biri Leylilər və Məcnunlar. Opera səhnəmizin ən uzun ömürlü sənət incilərindən olan Leyli və Məcnun, doğma Azərbaycanımızı qarış-qarış gəzməklə dayanıb qalmadı. Onun sərhədlərindən kənarlara da adladı. Bugün Üzeyir bəyin Ölməz operasının Özbəkistan səfərinin nəticəsi olaraq yaranmış Özbək Leyli Məcnunundan söz açmaq istəyirik. 1916-cı il. O vaxt 8 il imiş ki, Leyli və Məcnun səhnə üzü görübmüş.
8 il imiş ki, Azərbaycanlı tamaşaçı hər bu operaya baxdıqca, qulaq asdıqca qəhrəmanlarla birgə kədərlənir, sevinirmiş. Və həmin il Daşkənd teatrında həvəskar aktyorlar Leyli və Məcnunu özbəkcə tamaşaya qoyurlar. Bu təşəbbüsün yaranma səbəbi o olur ki, bir neçə il əvvəl Azərbaycan Dövlət Opera Teatrının aktyorları Özbəkistanda olurlar və Leyli və Məcnunu tamaşaya qoyurlar. 20-ci illərin əvvəllərində Böyük Əlişir Nəvainin eyni adlı poemasının fraqmentləri əsasında Şəmsəddin Xurşud bir libretto yazır. Tanınmış Hafiz Mulla Toyçu Daş Mühəmmədova özbək makom və nəğmələrindən bu libretto üçün musiqilər seçir. Özbəkcə ilk Leyli Məcnun belə yaranır. 1933-cü il Özbək musiqili teatrında Leyli və Məcnun daha kamil bir quruluşda tamaşaya qoyulur. Bəstəkar Qalibcan Sadıxov özbək folklorundan seçilmiş musiqi parçalarının çoxunu öz yazdığı melodiyalarla əvəz edir. Bəzi səhnələrdə çox səsli xor elementləri görünməyə başlayır. Lakin hələ özbək Leyli və Məcnunu yalnız musiqili dram idi. Onun opera olacağı günə bir neçə il qalırdı və nəhayət o gündə gəlib çatdı. 1940-cı il Reingold Gliyer Qalibcan Sadıxovla birgə müstəqil Leyli və Məcnun operası yaradırlar. Özbək qardaşlarımız bu günlər Azərbaycan torpağının qonağıdırlar. Bəlkə də onlardan verilişimizə qulaq asanlar var. Odur ki, opera səhnəmizdə Leyli və Məcnun surətlərini böyük məharətlə yaratmış xalq artistləri Rübabə Muradova və Əbülfət Əliyevin ifasında operadan bir parça səsləndiririk. Özgəyə saldın sən meyli, eylədin məni divanə, sözümü saldın hər yana, ey zalim, sözümü saldın hər yana, ey zalim. Yaxıldı canım eşqindən, titrədi dağlar ahında. Niyə sən bəs ey bir vəfa, belə üzdün dərdin məndən, ey zalim, belə üzdün dərdin məndən, ey zalim. Nə qədər təndə var canım, yanaram ateş işqə, çəkərəm fəqanı ahı, yandıraram dağı daşı, ey zalim, yandıraram dağı daşı, ey zalim. Gel ey Mecnun'im, gel ey Mecnun'im, Leyli'nem al canımı.
Vefasız olmuşam, vefasız olmuşam. Billah tök kanım yaman, kanımı, kanımı. Sen Leyli değilsen ey Parizan, sen Leyli değilsen ey Parizan, kaç kalbimi hun ile etme berbat, aldatma beni, aldatma beni. Canım deyip kaç, kaç eyleme, gül üzümle Leylini, yat Leylini ya da. Nəğməli ömürlər verilişi sona yetdi. Verilişin müəllifi Rafail Hüseynov, rejissoru İsmail Xudaverdiyev, səs operatoru Rəfiqə Heybətovadır. Mətni oxudu Aydın Qaradağlı. Sağ olun, sağlıqla qalın.